Ermənistanın Hindistandan almaq istədiyi supersonik Brahmos raketi. Bu raket Hindistanla Rusiyanın ortaq layihəsidir. 1999-cu ildə Hindistanla Rusiya arasında Brahmos raketinin birgə hazırlanması və istehsalı ilə bağlı müqavilə imzalanıb. Brahmos raketi Rusiyanın P-810X gəmi əleyhinə supersonik raketinin bazasında hazırlanıb. Brahmos raketi suüstü və sualtı gəmilərdən atıla bilən versiya, yük maşınına quraşdırılmış mobil versiya və döyüş təyyarələrindən atıla bilən hava-yer versiyasından ibarətdir. Raketin hava-yer modeli Su-30-un Hindistan modeli olan Su-30 MKI təyyarəsi üçün hazırlanıb. Raketin hava-yer versiyalarının mənzili 300 km-ə qədərdir. Sürəti Brahmos A modelinin 2,8 Mach, Brahmos NG modelinin 3,5 Mach təşkil edir. Raket 15 km-ə qədər hündürlükdən buraxıla bilir və raket uçuş boyu aşağı enir. Artıq terminal mərhələdə raket 10 metrə qədər hündürlükdə uçur. Raketin döyüş başlığının çəkisi 200-300 kg-dır. Brahmos A modelinin uzunluğu 8 metr yarım, ümumi çəkisi 2,5 tondur. Brahmos raketində 2 pilləli qatı yanacaqlı ramjet mühərrikindən istifadə olunur. Qeyd edim ki, Ermənistan Hindistandan Su-30 MKI döyüş təyyarəsi və bu təyyarə ilə birlikdə Brahmos raketini almaq istəyir. Əgər Ermənistan bu raketi alsa, ölkəmizə qarşı təhlükəli ola bilərmi? Brahmos özündə təhlükəli raketdir, lakin Ermənistanın bu raketi ölkəmizə qarşı effektiv istifadə edə bilməsi üçün ən azından çox güclü hava hücumundan müdafiə sisteminin olması lazımdır ki, bu raketləri atılmazdan əvvəl ordumuz vurub məhv eləməsin, ordumuzun zərbələrindən qoruya bilsinlər. Üstəlik nəzərə alsaq ki, Ermənistan bu raketin hava-yer variantını alır və düşmənin aviabazaları da, belə desəm, ordumuzun ovucunun içindədir. Ordumuz düşmənin aviabazalarını Su-30 MKI qarşıq alt-üst eləyə bilər və bu şəkildə bu raketlərin qarşısını ala bilər. Təyyarələr salamat qalsa belə yetərlidir ki, aviabazanın eniş-qalxış zolağı məhv edilsin və bu şəkildə düşmən təyyarələrinin havaya qalxmasının qarşısı alınsın. Bunu da etmək üçün ordumuzun kifayət qədər silahları var.